Mərdəkandayıq, gözəl bir evdə. 1 ton 700 litrlik paslanma su çənimizi gətirmişik. Çayımız da üstündə. Allah həmd olsun. Gözəl çənimiz 10 il rəsmi zəmanət verdi. Bu çənlərimiz heç vaxt xarab olmur, bilirsiniz. Səliqəli çatdırılmamız Allahın izni ilə çənimizi düşürdük və keçdik plastik çənə. İçində gözəl bir zinət əşyası tapdıq, Elza Poplavoku, hansı ki heç vaxt xarab olmur. Və onu oradan çıxartdıq, öz çənimizə Allahın izni ilə Elza Poplavokunu quraşdırdıq. Bizim çənimiz də uzun müddət işləyir, ömürlük çəndir. Elza Poplavok da həmçinin plastik çəni düşürürük aşağı, səliqəli şəkildə düşürməliyik. Çünki ev yiyəsi onu ehtiyacı olan bir insana verəcək, vermək istəyir. Allahın izni ilə. Plastik çənlə sağollaşırıq, öz çənimizi artıq quraşdırdıq və suyu buraxdıq. Dediyim kimi 10 il rəsmi zəmanət verilir. Bu çənlərin içində su iyilənmir, mamır yosun yaranmır. Pişivaya Nirravika adı 304 markadır. Bunun içində hətta bal, sirkə və digər içməli mayələr saxlamaq olur. Bu da işimizin yekunu. Hər şey olduğu kimi geri yerinə yığdıq. Yəni burada dekor taxtalardan istifadə olunmuşdu. İşıq kabelini açmışdıq. Bu deməli taxtadan olan ara kəsmələri söküb çıxartmışdıq və çəni buradan düşürüb öz çənimizdə bura quraşdırdıq yerinə. Allah xeyirli eləsin. Orada qoymuşuq. Hər şey qıraqda, səliqəli. Çən də dolub hazırdır.